Salamlar. Bugün yine dadlı bir şey dad test edirəm, amma bugün tək deyiləm. Çox sevimli qonağım Melisa'la bir yerdəyik. Melisa necəsən? Yaxşı. Yaxşıdır Melisa'dan. Bugün bu şirniyyatın dadına baxırıq. Cedric Gruyère şirniyyatlarından qara gilə olan versiyasıdır. Gəlin indi açaq. Melisa açmaq istəyirsən? Hə, aç. Göstər şirniyyatımızı. Wow, nə qəşəng açıldı. İndi içini aç görək nə çıxır içindən. Göstər izləyicilərə də. Wow. Belə bir mavi yumru şey. Aha, təqdim elə, zəhmət olmasa. Belə mavi yumru şey kimidir. Oxşamır belə, amma yumru da şey şokolad tökürlər üstünə. Məncə ona. Aha, əlin göy oldu, yoxsa əlin? Hə, okey. Gəl indi bunun dadına baxaq. Dişləmək istəyirsən? Yox, hə dişlə. Hə, birinci dişlə, sonra kəsərik ortasına baxaq. Aha. Şokoladı nətərdir? Pis deyil, hə? Yəni bəzən şokoladı dadı gəlir. Aha. Artıq qırmızısına çatırıq. Gəl indi bunu bölək, elə bir də yerdə dadına baxaq, hə? Yaxşı. Melisa, göstər içini, zəhmət olmasa. Belə, oy. Əlimdən düşdü belə şey kimi. Purple rəngdədir burası. Aha, bənövşə rəngdədir, amma çox deyil içinin jelesi, hə? Kremi daha çoxdur. Hətta bunda keks hissəsi yoxdur, gördün? Mangolda keks var idi, burada yoxdur. Gəl indi dadına baxaq ikimiz də. Ha. Melisa, fikirlərin nədir? De görək birinci səndən. Biraz yaxın gəl, izləyicilərimiz səni görsün. Şokolad yəni bəzən şokoladı dadı gəlir. Elə bir anda kraska vururlar. Marojnası da vanil dadı gəlir. Vanil marojnası dadı gəlir. 10 üzərindən neçə bal verərsən bu şuna? Ondan aldı. Ondan 6, wow. Elə 7. Bunu da bu arada 4 evroya almışdım. Eyni Mangolundan aldığım yerdən almışdım. Mən indi qoyduğum fikirlərimi, məncə bu şirinlisi, bu hissəsini bəyəndim. Bu qaragilə cemi deyək, yaxud da marmeladı deyək, o dadı qəşəngdir. Amma belə ümumi çox şirindir, mənə elə gəlir. Amma yenə də mangodan daha yaxşı alınıb. Və mən balım da buna 10 üzərindən 4 verərdim. Çox da wow deyil, biraz şirin olduğuna görə. Ancaq